Okey, bu günləri nədən danışacağıq? Emosional uzaq valideynlər və onların uşaqları haqqında, ümumiyyətlə keçirilən hisslər haqqında. Niyə bəzi insanlar sevilmək üçün hər şeyi edirlər, amma sevgi onlara yaxınlaşanda geri çəkilirlər? Yəni kimsə sevgi göstərər, onlara yaxınlaşdıqda geri çəkilirlər. Niyə bəzi insanlar uğurlu, ağıllı, bacarıqlı olsalar da daxildə izah edə bilmədikləri bir boşluq hissləri yaşayırlar bu insanlar? Yəni ifadə edə bilmədikləri tərzdə bir boşluq. Niyə valideynləri sağ olan, uşaqlığında analatalı, boşanılmamış ailələrdə böyüyən uşaqlar normal mühitdə böyüdüklərini düşünsələr belə, mən uşaqlıqda təklik hissinə sahib idim. Yəni sanki nəsə tam deyildi. Və burada problem açıq-aşkar deyildi, amma bir travmatik bir keçmiş var burada. Və bu haqqda gəlin danışaq. Bəlkə aramızda bu problemə tanış olanlar var və bunun nə olduğunu, necə olduğunu anlamağa çalışaq. Burada məsələ tərk edilmək deyil, burada məsələ toxunulmayan hisslərdəndir, ifadə olunmayan hisslərdəndir. Çünki bəzən valideyn evdə olur, amma emosional olaraq o həmin yerdə deyil. Yəni fiziki olaraq buradadır, amma mental olaraq deyil. Bəzən uşaq aclıq çəkmir, amma sevgi aclığı ilə böyüyür. Yəni doyuzdurulur, amma emosional doyuzdurulmur. Bəzən uşağın üstü başı təmiz olur, amma daxili dünyası bağımsız qalır. Və bugün danışacağım mövzu məhz budur ki, bu niyə baş verir, necə baş verir və niyə bu hisslərə səbəb olur sonrasında. Emosional uzaq valideynlər və onların böyütdüyü uşaqların keçirdiyi hisslərdən gəlin danışaq. Burada bir səssiz bir travma var ki, adlandırılmamış, bəzən insanlar ömrünün sonuna qədər adını qoya bilmədiyi bir emosional bir boşluq var ki, bunun öz həyat hekayəsinin məhsulu olur. Və burada ümumiyyətlə emosional uzaqlıq nə deməkdir və bu insanlar necə olurlar? Belə insanlar bu anlayış çox vaxt yanlış başa düşülə bilər. Yəni ki, çünki bir valideyn adətən pis, ya zorakı, ya məsuliyyətsiz insan kimi olmurlar. Əksinə onlar çox vaxt cəmiyyətin normal bildiyi, hətta nümunəvi saydığı valideynlərdilər. Təbii ki, onlar da öz valideynlərindən bunu götürüblər deyə kopyalayıb davam elətdiriblər və düşünürlər ki, bu normal bir davranış üsuludur və bu uşaqlar fiziki ehtiyaclarını qarşılayan, onu oxudan, böyüdən, qoruyan, lakin emosional ehtiyaclarına cavab verə bilməyən, bunun fərqində olmayan valideyn portretindən danışırıq. Bəlkə bu valideynlərin də öz valideynləri bu cür olub və onlar bunu norma kimi qəbul ediblər. Belə bir valideyn uşağın qarnını doydurur, amma onun qəlbini doydura bilmir. Çünki ümumiyyətlə doydurur, yəni burada bu boşluğu buraxdığının ümumiyyətlə fərqində deyil. Uşağın dərsləri ilə maraqlanır, məşğul olur, uşaq məktəbdə nümunəvi uşaq olur. Amma uşağın içində bir hissləri, tamamlanmayan bir başqa bir tərəfi qalır. Və uşaqların davranışını düzəltməyə çalışır, amma uşağın daxili dünyasını anlamağa yox. Niyə, nə üçün bu davranışları etdiyini fərqinə varmır. Uşaq qorxanda onun qorxunun normal olduğunu deyilmir. Yəni hisslər barəsində ümumiyyətlə danışılmır. Uşaq ağlayanda onun hissləri təsdiqlənmir, dəstəklənmir. Uşaq sevincini paylaşanda valideyn emosional olaraq orada olmur. Yəni əksinə daha çox artıq istəyir, xüsusilə perfeksionist analarda. Bu zaman uşağa açıq şəkildə nə deyilir? Dolayı yolla belə bir mesaj ötürülür ki, sənin hisslərin mənim üçün yəni önəmli deyil. Əslində bəlkə də fərqinə varmadan etdiyi bir şeydir, yanlışdır. Mən demirəm ki, bunu hər kəs fərqinə vararaq edir. Və duyğularınla məni yorma. Çünki bu insan özü də bunu uşaqlıqda yaşamayıb və duyğularla məşğul olmağın, öz anası atası tərəfindən bunun nə olmadığını, nə olduğunu, danışıldığını, müzakirə olunduğunu, həll yolu tapıldığını görməyib. Və bu da bir hardasa onların normasına çevrilmiş olur, hansısa mənada. O qorxunu, kədəri, həyəcanı, sevinci valideyn üzündə, səsində, davranışında uşaq öyrənməyə başlayır. Valideyn uşağın emosional hardasa güzgüsü olmağa başlayır. Əgər valideyn bu güzgü rolunu yerinə yetirmədikdə, yəni uşaq hisslərini tanımağı öyrənə bilmir, yəni hansı hiss nə mənanı verir və bu necə buraxıla bilər, o zaman bu hisslərin etdiyi adlar, səbəblər, necə idarə olunacağını da bilmir bu uşaqlar. Yəni bununla başa çıxmağın yolunu tapmır, çünki öyrədilməyib. Bu cür uşaqlar çox erkən yaşda emosional olaraq özlərini bağlamağı öyrənirlər, yəni özlərinə qapanmağı öyrənirlər emosional şəkildə. Çünki açıq olmaq təhlükəsiz sayılmır.
Çünki hisslərini ifadə etmək cavabsız qala bilər ki, qalıb. Bu uşağın psixikasında dərin izlər buraxır və bunun fərqinə varmır ki, bundan baş etmək olar və bu başqa mənalar, yəni bu başqa bir mənalar ola bilərdi və başqa cür bunun öhdəsindən gəlmək olardı. Ümumiyyətlə Freud nə deyir? Freud deyir ki, uşaq psixikasının erkən yaş dövründə formalaşdığını ifadə edir və onun fikrincə, Sigmund Freudun fikrincə, uşaq ilk münasibətlərini valideynlə qurur. Yəni dünyanı valideyndən öyrənir və bu münasibətlərin keyfiyyəti gələcəkdəki bütün münasibətlərin modelinə çevrilir. Freud qeyd edir ki, uşaq valideyndən emosional olaraq istilik, təhlükəsizlik almadıqda və bu çatışmazlıq psixikanın dərin qatlarında, haralardasa kompensasiya olmağa çalışır. Nəyinəsə kompensasiya etməyə çalışır. Və bu kompensasiya necə olur? Bəzən yəni öhdəsindən gəlməyə, bəzən həddindən artıq asılılığa çevrilir münasibətlərdə, bəzən isə emosional uzaqlıq şəklində özünü göstərir. Bu böyümüş uşaq gələcək münasibətlərində yasın münasibətlərə girir ya da uzaqlaşmış şəkildə. Və bu uşaqlar böyüyəndə sevgini obsessiv şəkildə axtarır. Takıntılı türklər demiş. Sevgi yaxınlaşanda narahat olurlar, qıcıqlanırlar, özlərinə yer tapa bilmirlər. Çünki onların psixikasında sevgi həm ehtiyac, həm də təhlükə kimi kodlanıb. Çünki onlar sevgini yeməkdə, içməkdə, geyimdə, qarın doymaqda görüblər. Başqa onun ifadə formasını görməyiblər deyə onunla necə öhdəsindən gələcəyini bilmirlər. Digər alim Carl Gustav Jung bu uşağın uzaqlığın, yəni burada kölgə ilə ifadə etməyə çalışıb bunun təsirlərini. Jung'a görə insanın qəbul edilməyən, ifadə olunmayan hissləri şuur altına sıxışdırılır və orada kölgə şəxsiyyətinə çevrilir. Yəni heç bir yerə etmir. O problem orada qalır. Və emosional uzaq valideyn uşağı tez-tez bu cümlələri eşidir. Bunu belə hiss etmə, bu qədər həssas olma, bu qədər böyütmə, ya bu qədər də zəif olma deyə işləyən uşaqlar təəssüf ki olur. Ya da zəif onlar adlandırılan. Nəticədə uşaq öyrənir ki, bəzi hisslər qəbul edilmir, o hisslər yox olmur, sadəcə gizlədilir. Bu gizlədilən hisslər nədir? Sonra qəzəb, narahatlıq, boşluq hissi və ya münasibət problemləri şəklində onların gələcək partnyorları ilə münasibətlərini üzə çıxarır. Çünki normal hiss və o hissin verdiyi nəticədən çıxış yolu öyrədilməyib. Digər alimə görə deyirlər ki, məsələn, emosional uzaqlığın uşaqlarda yaratdığı əsas problemin nəticəsi olaraq dəyərsizlik hissi, yəni nəticə yaranır ki, özündə dəyərsizlik hissi. Çünki məsələn Adler deyir ki, uşaq öz dəyərini valideynin ona verdiyi diqqət və maraq üzərində formalaşdırır. Yəni bununla dəyərin olub-olmadığını anlamağa çalışır. Əgər uşaq valideynin emosional diqqətini ala bilmirsə, emosional diqqətini, o özünü kifayət qədər yaxşı, maraqlı və sevilən hiss etmir. Bu yəni nədir? Burada iki dənə bir fərq var. Birinci yol həddindən artıq çalışmaq və sübut etməyə çalışmaqdır. Bu uşaqların gələcəkdə seçdiyi yol. İkinci yol, yəni bu yolda insanlar daim uğur qazanmaq istəyirlər. Çox vaxt perfeksionist ola bilərlər. Heç vaxt daxili məmnunluq hissi yaşamırlar. Hədəfə çatandan sonra da bir məmnuniyyətsizlik qalır. Və yaxud da ki, ikinci yol geri çəkilmək və potensialını gizlətmək və problemlərdən qaçmaq. Onsuz da mən yetər deyiləm, mən zəifəm, mən problemliyəm. Bu yolu seçir. Və burada emosional uzaq valideynlərin uşaqları böyüyəndə necə olur? Çox vaxt bu xüsusiyyətləri biz saydıq. İki yol, ya çox perfeksionist yöndə gedir, ya da ki, qaçan yolda, məsuliyyət götürməkdən qaçan. Öz hisslərini ifadə etməkdə çətinlik çəkirlər, dediyim kimi. Münasibətlərdə hansı fəsadları var gələcək münasibətlərində? Ya münasibətlərində həddindən artıq bağlı, ya da həddindən artıq məsafəli olurlar. Tənqidə qarşı həssas olurlar. Bu cür valideynin uşaqları. Daim təsdiq axtarırlar. Və yaxud da ki, daxildə güclü tərk edilmə qorxusu yaşayırlar. Bu saydığım əlamətlər narsistlərin uşaqlarına da aid olur çoxluqda. Tək qalmaqdan qorxurlar həmçinin bu uşaqlar gələcəkdə. Amma yaxınlıqdan da narahat olurlar. Çünki öyrənməyiblər yaxınlıq nədir. Ana, ata buna hazırlamayıb onu. Bu insanlar çox vaxt nəsə çatmır hissi ilə yaşayırlar.
Amma bu hissin mənbəyini adlandıra bilmirlər, ad qoya bilmirlər ki, nə çatmır, amma nəsə çatmır. Amma onu fərqindəliklə, yəni analiz edib anlaya bilmir. Sağalmaq mümkündürmü? Bəli, mümkündür. Yəni bir çox problemlərin həll olduğu kimi bunun da var. Amma bu yol şuurlu anlamaqdan keçir. İnsan öz problemini anlamağı, uşaqlığına enməyi, yenə də yaşadıkları emosional yoxluğu qəbul etməklə başlayır ki, yəni mən bu boşluğu yaşamışam və indi qəbul edirəm. Və burada psixoterapiyada məqsəd nədir? Bu insanlarda daxili uşağın içindəki daxili uşağı tanıması və öz hisslərini adlandırmağı öyrənməsi, hissin adlarını öyrənməsi, özlərini valideynlik etməyi bacarması, artıq öz-özünə valideyn etməyi və burada bir proses ortalığa çıxır ki, çünki burada emosional uzaqlıqla böyüyən uşaqlarda bir emosional çatışmazlıq olur ki və bu da emosional olaraq tək çünki onlar emosional olaraq tək böyüyüblər və bu uşaqlarla bu danışılanlarda özünüzü gördünüzsə əgər siz bu keçmişi yaşamısınızsa, bu bilin ki, bu diaqnoz deyil. Bu sadəcə bir məlumatdır ki, fərqindəliyə sizə çatdırmaq, sizə güzgü olmağa çalışıram ki, özünüzü daha yaxşı anlamağa bir fürsət olsun və emosional olaraq uzaq valideynlərin uşaqlara doğru dəstək və yaxud da anlayış və yaxud da sağlam və dərin bağlar qura bilərlər. Bu var. Sadəcə bunu öyrənmək üçün əllərinə lazım olan instrumentlər veririk ki, terapiya vaxtı və yaxud ki, özü zamanla anlayır. 2 yol var. Hər kəsdə fərqlidir. Hər kəs terapiya almaq məcburiyyətində deyil. Bu cür. Və bununla da özünü tanımağa çalışır, hisslərini tanımağa çalışır və